siz bugün həmənki SMM-ləri axtarmaq üçün qatılmışsınız, yoxsa? Görüm hansı buradadır. Ümumiyyətlə təcrübələr tapsınızdan belə 4 dəfə mən deyəcəyəm. ziyan çəkmişəm. Əvvəlcə sizə pul verirəm. Amma heç qayıdıb ala da bilmirəm. Elə xasiyyətim də yoxdur. Bir dənə Allaha tapşırıram, su qutarı getdi. Qiyamətdə xitləyəcəm. Bildim elə, bayaq dedim mən yuxarıdakı işlərlə məşğulam. Allahla narazın yaxın olduğunu oradan tutdum elə. Məsələsi ola bilər. Mənim özüm 1 həftə, 2 həftə ya müştəri ilə işləyəndə yoxlaya bilirik. Bunu hər adam eləyə bilməz. Bunu başa düşürəm. SMM normal olaraq o da pul üçün işləyir. Bunu hər eləyə bilməz. Amma digitalçı olaraq bu gün yəni bizim lüksümüz nədir? Biz pulu ümumiyyətlə başdan alırıq müştəridən. Çünki bu кейsə indi yoldaş danışır SMM çatı. Bunun digər tərəfi də var. Yəni iş adamları, biznesmenlərin bizə atdıqları da az deyil. Yəni bu da onlarla belə başımıza gəlir. Bu Türkiyədə də olsun, Azərbaycanda da olsun fərqi yoxdur. Yəni biznesmenlər də normal olaraq onları çox atırlar. Ona görə pulu biz başdan alırıq normalda. Amma bəzən nə deyirik? Deyirik, okey, birinci ay pulu sizə axırdan alacağıq. Yoxlayaq, alınmasa, nəticə olmasa pul almayacaq sizdən. Yəni bunu biz deyə bilirik. Dediyim kimi, buna amma hər hansı bir SMM normal olaraq deyə bilmirik.